Salam. İlk öncə sizi tanıyaq, adınız? Nərgiz Həsənova. Oxuyursunuz bir yerdə? Hal-hazırda xeyr, amma Xəzərin tələbəsi olmuşam. Maşallah. Sizə ilk sualımız budur. Həyatdan sonra həyat varmı? Mənim düşüncəmə görə bəli var. Bəs sizin təsəvvürünüzə görə bu necədir? Yəni belə tam dəqiq təbii ki heç kim bilmir. Mənim düşüncəmə görə həyatdan sonraki həyatda ruhlar, yəni ruhumuz ora gedir və orada isə dini inancdan axirəti gözləyirmişik kimi çıxır. Amma mənə görə isə elə deyil, yəni sadəcə ruhlarımız gedir və mən hətta bir düşüncə ilə bir yerdə oxumuşdum. Deyilənə görə həmin ruh daha sonra başqa bir canlının bədəninə də verilir. Bəli. Reinkarnasiya. Bəli, eyni. Başa düşdüm. Bəs sizcə bu dünyanın mənası nədir? Məncə bu dünyanın şəxsi fikrimə görə o qədər də maraqlı bir mənası yoxdur, amma Boş-boşuna yaranmışıq. ya o da elə deyil, amma ki nə bilim, yəni sanki insan verilib, onun həyatı var, onun qabağında imtahanlar var, yaxşı, pis həyatda yaşayacağı hadisələr var. Sanki bir növ imtahana bənzəyirmiş kimi, yəni elə düşünürəm. Başa düşdüm. Bəs sizə görə Tanrı, yəni Allah varmı? Mənə görə əslində bəli müsəlmanam, amma bəzən elə olur ki, özüm də oturub düşünürəm ki, həqiqətən Tanrı varmı? Yəni tam dəqiq əmin deyiləm o. Amma müsəlman sayırsınız özünüzü. Bəli, müsəlmanam. Təəssüf ki. Təəssüf edirsiniz buna. Çünki mənə görə müsəlman anlayışı mən məsələn şəxsən elə böyüdülmüşəm. Anam dindar, namaz qılan, Quran oxuyan, atam, yəni bütün də uşağı elə böyüdülür. Yəni ona tək azadlıq verilmir ki, siz öz dininizi özünüz sərbəst seçə bilərsiniz. Ancaq beyni yeridilir ki, hə Allah var, Tanrı var, bizim kitabımız Qurandır və s. bu tipli. Bəs sizə məsəl üçün göstərilsə ki, sizin dini inancınız və bu günə qədər sizin gördüyünüz o dini düşüncələrin falan hamısı səhv imiş, əslində tək bir fikir var imiş və bu çox asan imiş. İslamı yaşamaq, müsəlman olmaq çox asan bir şey imiş əslində. Və bunu yaşamaq da insana hətta fərahlıq verirmiş. Bu sizə göstərilsə, bunun sizə sübutu olunsa, İslamda daha gözəl, daha doğru, yəni məsəl üçün bəzi məcburiyyətlər var ki, onlar olmaya bilər, məsəl üçün yoxdur. Sadəcə sizə elə göstərilib və yəni belə deyək də, hər şey çox asan demiş, sadəcə sizə çətin variantı göstərilib. İslam əslində çox asan demiş. O zaman İslamda olub və o İslam doğrultusunda yaşaya bilərdinizmi? Yaşayardınızmı? Bəli, yəni. Asan da olsa yaşayardınız. Bəli, əlbəttə ki. Yəni əslində çox asandır bu. Yəni sadəcə bilirsiniz, Quran kitabını oxusaz və oradakı yazılanların hamısından tanış olsaz, yəni bizə göstərilib ki, bu kitaba əl vurmaq olmaz, yuxarıda bir tində qalmalıdır və bu qədər. Amma əslində sizə göstərilsə ki, onun içindəkini oxusaz və oradakiları həyatına tətbiq eləsəz, yəni o qədər asan da olduğunu özünüz görəcəksiniz. Yəni düşünürəm ki, nə vaxtsa bəlkə də ömrünüz var da, bircə dəfə belə olsa onu oxumağı sizə tövsiyə edirəm. Özünüz, öz iradənizlə, öz düşüncənizlə. Bəlkə bir gün. Bəs sizə görə Allahın bizlərdən istədiyi nədir? Məncə dürüst, yaxşı insan olmaqdır, doğru insan olmaqdır. Belə düşünürsünüz? Yəni məncə, bəli. Başqa nə deyə bilərsiniz bu haqqda? Başqa yəni doğru da yalançı olmuyor. Çünki həqiqətən əsl insan olmaq o qədər asan bir şey deyil. Yəni canlı fiziki bədəni daşıyıram deyə əsl insanam deyə bir anlayış mənə görə yoxdur. Təbii ki, əməllər var, hərəkətlər var, yaxşılıqlar var. Yəni məncə mənə görə yəni onlardır. Bildim. Çox sağ olun, şad olduq sizi tanımamıza. Siz çox sağ olun, yorulmayasınız. Sağ olun.